Esselamu Aleyküm əziz izləyicilər. Bu günləri biz sizinlə 13 aprel tarixində keçirilmiş mövzu sınav imtahanı 6-nın izahları ilə tanış olacaq. Bu Hilal kurslarının təşkil etdiyi sınaqdır və 5-ci siniflər üçündür. Gəlin birinci sualımızın izahı ilə başlayaq. Birinci sualımızda bizə deyir ki, 8-də 7 hissəsi su ilə dolu olan akvaryumdan 19 litr su boşaldılır. Bu zaman akvaryumun 5-də 2 hissəsi su ilə dolu qalır. Akvaryum neçə litr su tutur? İki yolla həll etmək olar. Ya elə kəsirlə eləyə bilərsiniz, ya da özünüzdən akvaryumundakı suyu elə bir ədəd götürə bilərsiniz ki, həm onun 8-də 7 hissəsini tapa biləsiniz, həm də 5-də 2 hissəsini tapa biləsiniz. Bu halda normal natural ədədlərlə işləyib də həllimizi çıxarda bilərik. Birinci gəlin kəsirlə eləyək. Kəsirlə eləmək üçün həmin şərtdə verilmiş kəsirlərin məxrəclərini bərabərləşdirmək lazımdır. Onda hər tərəfi 5-ə vursam, bu kəsirimiz olacaq 40-da 35. Və hər tərəfi 8-ə vursam, bu kəsirimiz olacaq 40-da 16. Demək ki, əvvəl 40-da 35 idi, oldu 40-da 16. Nə qədər burada azalma oldu? Mən ona baxıram. 40-da 35-dən 40-da 16 çıxıram və baxıram ki, 40-da 19 azalma oldu. Demək ki, bizdə 40-da 19x azaldı. Bu da deyir ki, 19 litr su boşaldı, yəni 19 azaldı. Mənə demək ki, elə bir ədəd lazımdır ki, həmin ədədin 40-da 19 hissəsi 19 eləsin. Bu ədəddə tapmaq üçün 19-u bölürəm 19-a, vururam 40-a. Demək ki, akvaryum 40 litr su tuturmuş. Doğru cavabımız olur A. X-dan eləsək isə, götürürük suyumuzu, yəni akvaryumdakı su nə qədər olsun. Bunu həlləri silək gəlin. Akvaryumdakı suyu elə bir ədəd götürürəm ki, həm 8-də 7 hissəsini rahat tapa bilim, həm də 5-də 2 hissəsini rahat tapa bilim. Demək ki, həm 8-ə, həm də 5-ə bölünən ədəd götürəcəm. Suyumuz olacaq 40x. Bizə deyir ki, 8-də 7-si doludur. Yazıram onda onun nə qədəri doludur? 40-ın 8-də 7 hissəsini tapıram. Olur 35x. Deyir ki, bu 35x-dan 19 litr su boşaltdı. Nəticə etibarı ilə qaldı 40-ın 5-də 2 hissəsi. Yazaq, qaldı. 40-ın 5-də 2 hissəsini tapanda bizə neçə eləyir? 16. Demək ki, qaldı 16x. Yəni, 35x-dan 19 litr boşaltdım, qaldı 16x. Buradan tapıram ki, 19x bərabərdir 19-a, x bərabərdir 1-ə. Gətirib x-in yerinə 1 qoysaq, ümumi akvaryumumuz neçə litr su tutur tapacaq. 40-ı 1-ə vururam, doğru cavab olur, yenə də 40. Demək ki, 51-ci sualımızda doğru cavab olacaq 40. Keçək növbəti sualımıza. 52-ci sualımız istifadə edilən bir sual tipidir. Əgər test toplusunu işləmişsinizsə, test toplusunda da var. Bizə deyir ki, 2 kubu yan-yana qoyduqda tam səthinin sahəsi 160 kvadrat desimetr olan düzbucaqlı poliped alınır. Bu kublardan birinin həcmini tapın. Nə edirsiniz? 2 dənə yan-yana, əslində çəkməyə ehtiyac yoxdur. Tez düşünürsünüz. Baxın, 2 dənə kub yan-yana qoyulduğu zaman, orada neçə dənə səth alınır? 2 dənə kub yan-yana qoyulanda, normalda hər bir kubda 6 dənə səth olduğuna görə, 6-nı 2-yə vuranda 12 eləməlidir. Amma sizdə 12 eləməyəcək. Niyə görə? Çünki ortadakı həmin o birləşmə nöqtəsində birinci kubun sağ tərəfi, ikinci kubun da sol tərəfi itir. Yəni, şəkil çəkək daha yaxşı təsəvvürünüzdə canlansın. Belə bir şəkil çəkirəm. Bu olsun 2 dənə yan-yana kub. Baxın, bu kubda, burada birləşmə yeri var axı bizdə. Bu birləşmə yerinə görə bu kubun bu tərəfi, bu kubun da bu tərəfi. Orada itdi. İkisi orada birləşdi elə bil. Birinin sağı, birinin də solu. Yəni, biz 2 dənə üzü oradan itiririk. 12 dənə üzdən geriyə qalır 10 dənə üz. Hər bir üzümüz də axı A kvadratdır. Yəni, geriyə qalır 10A-nın kvadratı. Demək ki, 10A kvadrat bərabərdir 160-a. Buradan alıram ki, A-nın kvadratı bərabərdir 16-ya. Demək ki, A-mız bərabərdir 4-ə. Bir dənə kubun tili 4-dürsə, onda onun həcmi nə qədər olacaq? 4-ün kubu.
Yəni doğru cavab olur 64. Vahid falan çevirməyə ehtiyac yoxdur. Çünki biz bilirik ki, bizdə variantları litrlə veribsə, litr ilə kub desimetrlə eyni bir vahiddir. Əgər bizə səthinin sayəsini desimetrlə veribsə, biz kvadrat desimetrlə, tili alanda desimetrlə alacağıq, kubunu tapanda da, yəni həcmin tapanda da kub desimetrə çevriləcək. Yəni vahid elə olduğu kimi qalıb, biz heç nəyi dəyişdirmirik, elə doğru kimi 64-də seçirik. Bu birinci metodu idi. Yəni ortadakı hissəyə görə 2 dənəsini çıxmaq. İkinci metod şəkil çəkmədən təsəvvürünüzə gətirirsiniz. Neçə dənə kubdursa, 4 dənə üzdə, yəni yuxarı, aşağı, qabaq və arxa. Söhbət bu üzlərdən gedir, baxın. Yuxarı, bunun aşağısı, qabaq və arxa hissə. Onların hər birisində 2 dənə üz olacaq. Çünki 2 dənə kub birləşdiyi üçün ümumi hərəsində 2 dənə üz olacaq. Bir də bu sağla solda hərəsində 1 dənə üz olacaq. Buradan da düşünə bilərsiniz ki, ümumi 10 dənə üz eləyir. 4 vurulsun 2, üstə gəlsin 2. Yəni ümumi bizdə yenə də eləyəcək 10 dənə üz. Və yaxud da poliped kimi eləyə bilərdiniz. Eni x-dır, 1 dənə üz var. Uzunluğu da x-dır, üzr istəyirəm, uzunluğu 2x-dır, hündürlüyü də x-dır. Gətirib tam sətin sahəsi düsturunda yerinə qoyub belə də tapa bilərsiniz. Kimə necə rahatdırsa. Mən hər zaman belə izah edirəm. Keçirəm növbəti suala. 53-cü sualımız sadə bir sualdır, şifahidir. Bizə deyir, ordinatı 10-dur, yəni y 10-dur. Absisdə ordinatdan 3 vahid azdır. Demək ki, x da 10-dan 3 vahid azdır, yəni 7-dir. Bu nöqtə hansıdır? Nöqtələri tapanda birinci x gəlir, ikinci y gəlir. Demək, birinci 7 olmalıdır, ikinci də 10 olmalıdır. 7, 10. Doğru cavabımız olacaq D variantı. Keçirəm növbəti suala. Burada bizə deyir ki, tərəvəz ambarında 80 ton kartof var. Hər gün ambardan 8 ton kartof aparılır. Ambarda qalan kartofun miqdarı y-dir. M vaxtdan asıllığını düstur şəklində yaz. Biz bilirik ki, tutalım ki, məndə hal-hazırda 80 ton kartof varsa, birinci gün 8 ton aparanda məndə nə qədər kartof qalacaq? 80-dən 8-i çıxaram. Və yenə də 8 ton aparsalar 2 gün olsa, onda 80-dən 16 çıxaram. Məsələn, 5 gün olsa nə edərəm? 80-dən 40 çıxaram. Yəni, nəticədə nə etməliyəm? 80-dən çıxmalıyam. Toplamalı olan cavablar mümkünsüzdür. A, C variantı tamamilə səhvdir. Bəs 80-dən nəyi çıxmalıyam? Neçə gün 8 eləmişəmsə onu. Yəni 8 vurulsun günlərin sayı. 80 çıxılsın 8 yəni. Doğru cavabımız olacaq B variantı. Keçək növbəti suala. 55-ci sualımız. 55-ci sualımızda bizə yazıb A vurulsun 10 üstündə B. Bu yazılışa görə A üstəgəl B cəmi ən az neçədir? Cəmin az olması üçün biz maksimal dərəcədə A-nı da balaca eləməliyik. Çünki A-mız 57 də ola bilər, 570 də ola bilər, 5700 də ola bilər, nə bilim 570 min ola bilər. Buradakı kimi 57 milyon vurulsun, 57 milyon deməyim, indi siz elə tam olaraq onu bilmirsiniz. Məsələn, 5 milyon 700 min ola bilər və burada 10 üstü 1 ola bilər. Görürsünüz nə qədər ehtimallar var burada. Mənə ən kiçiyi lazımdır. Yəni, maksimal dərəcə elə eləməliyəm ki, A balaca olsun. Yəni, mən burada nə qədər 0 varsa, hamısını onun üstünə qoyacam. Əgər hamısını onun üstünə qoysam, yəni əgər şərtdə burada ən az sözünü işlətməsəydilər, sizin onsuz da ağlınıza gəlməz çox güman ki, həmin ona götürəsiz və o şəkildə yazasınız. Burada ən az sözünü məsələnin cavabının düzgün alınması üçün qoyurlar. Əgər ən az sözü qoyulmasa, artıq məsələ səhv olmuş olar. Çünki burada bir neçə dənə cavab var. Bura ən az sözünü ona görə qoyublar ki, sizin ağlınıza gələn həmin o həll həqiqətən də doğru həll olsun. Yoxsa əks halda biz müəllimlərin ağlına daha çox həllər gələ bilir. İndi biz burada A-nı ən az vermək istəyirik və bütün sıfırları onun qüvvətinə yığmaq istəyirik. Bütün sıfırları onun qüvvətinə yığsam, burada neçə dənə sıfır var? 6 dənə sıfır var. Demək ki, A-mız olacaq bizdə 57. Bunu vuracam. 6 dənə sıfır olduğu üçün 10 üstü 6-ya. Demək ki, A-mız 57 oldu, B-miz də 6 oldu. Bizə lazımdır A üstəgəl B cəmi. Doğru cavabımız olacaq 63. Yəni, bu testimizin doğru cavabı olacaq 63. Keçirik növbəti sualımıza. Bizə deyir ki, tili 2 metr olan kub şəkilli çən su ilə tam doludur. Bu çəndəki suyu tili 5 desimetr olan kub şəkilli qablara yığsaq, ən az neçə qab lazım olar? Deməkdən dilim yara olub
Həmişə biz deyirik ki, fəza fiqurunu fəza fiqurlarına böləndə və yaxud da ki, ümumiyyətcə onun içində hər hansı bir iş aparanda biz onun həcmindən aparırıq. Müstəvi fiqurun içərisindən müəyyən müstəvi fiquru kəsəndə isə biz onun sahəsindən götürürük. Yəni müstəvi fiqurundan bir müstəvi fiquru kəsiriksə onun sahəsindən kəsilir. Amma fəza fiqurunda biz içinə giririk deyə o onun həcmindən söhbət gedir. Biz onun həcmindən aparırıq hər şeyi. Həcmində dəyişir nəsə. Demək ki, həcmini həcminə bölməliyik. Yəni, ümumi kub şəkilli çənin həcmini bölürəm bir dənə qabın həcminə. Ki, bilim ki, o həcmin içində nə qədər bu həcmdən var. Vahidlər müxtəlifdir. Biri metrləndir, biri desimetrləndir. Ona görə vahidləri mütləq şəkildə eyniləşdirmək lazımdır. Və vahid olaraq da biz qabın vahidinə çevirəcəyik. Neçə qab lazım olar deyə qabımız da 5 desimetrdir. Qabın vahidinə çevirsək, yəni desimetrə çevirsək, onda 1 metrimiz 10 desimetrdir. Alınacaq bizim tilimiz 20. Onda həcmi tapanda həcmimiz olacaq 20 vur 20 vur 20, yəni 20-nin kubu bölünsün 5 vur 5 vur 5. İxtisar aparsam, alınacaq 4 vur 4 vur 4. Yəni doğru cavab olur 4-ün kubu, yəni 64. Bu misalımızın doğru cavab olacaq 64. Başqa cür necə eləyə bilərsiniz? Baxın, belə yazırsınız. 20-nin kubu böl 5-in kubu. Və bunu yadda saxlaya bilərsiniz ki, qayda kimi kubu kuba böləndə, kvadratı kvadrata böləndə, yəni altdakı, üstdəki ədədlər eyni olanda elə altdakı ədədləri bir-birinə böl geçsin. Alınacaq cavab 4-ün kubu, yəni 64. Nə belə yazmanıza ehtiyac yoxdur, nə də ki 20-nin kubunu götürüb bu boyda tapmağa, 5-in kubunu tapmağa, sonra da bölməyə ehtiyac yoxdur. Elə belə yazıb rahat həll edə bilərsiniz. Çünki bilirsiniz əziz şagirdlər, siz ola bilər ki bunun həllini bilirdiniz. Amma siz zamanla da yarışırsınız axı. Siz zamanla da yarışırsınız. Ona görə ya sürətli hesablamağı bacarmalısınız, sürətli düşünməyə bacarmalısınız, ya da ki əziyyət çəkəcəksiniz. Çünki sınaqda gedirik, bütün sualları bilirik. Bəs vaxt çatdırılmayandan sonra o sualları bilməyinin nə mənası? Demək ki, sən hər şeyin asan yolunu da bilməlisən, sürətli hesablama metodunu da bilməlisən və sürətli də hesablamalısan. Və elə sürətli hesablamalısan ki, bir dəfə hesablayasan və düz hesablayasan, orada yəni yanlışlıq olmasın. Çünki sən bir şey yanlış hesablasan, həmin suala sərf elədiyin vaxt artıq sənə itirilmiş vaxtdır. Sən ya cavabı səhv tapırsan, bal itirirsən, ya da ki cavab variantlarda olmur, məcbur bir də hesablayırsan. Ona görə olduqca diqqətli olmaq lazımdır. Keçirik növbəti suala. 57-ci sual. Bizə deyir ki, üçbucağın A bucağı, yazaq A bucağı, B bucağı, C bucağı. Sizə bütün bucaqların cəmində verib. Deməyəsiniz ki, biz üçbucağı keçməmişik. Əslinə qalsa keçmişsiniz, 4-cü sinifdən bilirsiniz. Bizə deyir ki, A bucağı B bucağından 4 dəfə kiçikdir. A B-dən 4 dəfə kiçikdirsə, o zaman B-yə qoyuram 4x, A-ya qoyuram x. C bucağından 24 dərəcə böyükdür. Nə? A bucağı. Baxın, cümlənin davamında A bucağı C bucağından 24 dərəcə böyükdür. Yəni, nə böyükdür? Sualın cavabı A bucağı sözüdür. A bucağı C bucağından 24 dərəcə böyükdür. A-mız x-dırsa və C-dən 24 böyükdürsə, demək ki, C də bundan 24 kiçik olacaq. Yəni, x çıxılsın 24. Bunu da yazdıq. Və bunların cəmi ümumi olmalıdır 180. Toplayıram. Alınacaq bizdə 6x çıxılsın 24 bərabərdir 180. Alıram ki, 6x bərabərdir 204. Buradan da x-i tapanda 204-ü 6-ya bölək. Bu da olacaq bizdə 24. Bizə lazımdır A bucağının, üzr istəyirəm, 34. 20-nin içində 6 3 dəfədir. Alındı bizdə 34. Bizə lazımdır A bucağının dərəcə ölçüsü. Yəni doğru cavabımız olacaq 34 C variantı. Keçirəm indi növbəti suala. Teli 5 metr olan kub şəkilli üstü açıq bir hovuzun içini kafellə örtəcək. Normalda kafellə örtəndə içini deyirsə və üstü açıqdırsa, demək ki, kubun 6 üzü olmağına baxmayaraq biz 5 üzü ilə işləyəcəyik. Çünki üstü açıqdır. Üst üzündən bizim işimiz yoxdur. 5 dənə üzü ilə işləyirik. Və bizə deyir ki, kafellə tam örtmək üçün tərəfi 50 sm olan neçə dənə kvadrat şəkilli kafel lazımdır. Gəlin biz bir tərəf üçün tapaq, yəni bir dənə üz üçün tapaq, sonra alınan cavabı 5 dənə üzə tətbiq edək, yəni 5 dənə üzə vuraq.
Bayaqları demişdim ki, bir dənə müstəvi fiqurundan bir müstəvi fiquru kəsəndə biz onun sahəsini sahəsinə bölməliyik. Yəni, hovuzun məsələn dibinə baxaq. Hovuzun dibi bir kvadratdır və oradan da biz kvadrat şəkilli kafellər kəsirik. Baxın belə. Demək ki, mən onu nə edirəm? Sahəsindən götürürəm bu hissəni. Sahəni sahəyə bölməliyəm və vahidləri də eyni olmalıdır. Kafelin vahidi santimetrləndir. Metrdən santimetrə keçək. Olacaq 500. Demək ki, 500-ün kvadratını bölməliyəm 50-nin kvadratına. Bununla da mən tapacam bir dənə üzə, yəni ya sağ, ya sol, ya qabaq, ya arxa, ya dib, fərqi yoxdur. Bir dənə üzə sərf olunan kafel sayını biləcəm. 500-ün kvadratını da böləndə 50-nin kvadratına sadəcə 500-ü 50-yə bölürəm 10, yəni onun kvadratı. Cavabımız elədir burada 100. Demək ki, bir dənə üz üçün bizə 100 dənə kafel lazımdır. Bizim də ümumi axı üstü açıq olduğuna görə 500-ümüz var. Ona görə də 5-i vururuq 100-ə. Demək ki, bizə ümumi 500 dənə kafel lazımdır. Doğru cavabımız olacaq A variantı. Keçək növbəti səhifəyə. 59-cu sualımız sadə bir hesablama sualıdır. Diqqət eləsəz, yazıb 2 vurulsun 5,8 çıx 0,75, yəni 4/3 vurulsun 1,3/1, yəni 3/4 vurulsun. Bu da elə 5,8 demək deyilmi? 5,5/4, yəni elə 5,8. İndi, buradan 5,8-i ortaq vuruq çıxartsam, geriyə qalacaq 2 çıxılsın, 4 ilə 4 gedər, 3 ilə 3 gedər, yəni bura bizə verir 1. Çünki qarşılıqlı sad ədədlərin hasili 1-dir. Üzr istəyirəm, qarşılıqlı tərs ədədlərin hasili 1-dir. Çıxılsın 1. Çünki bu isə bizə 1 verdi. 5,8-də ortaq vuruq çıxartdım. Yəni 5,8 vur 2, çıx, 5,8 vur 1 qaldı bizdə. 5,8-də çıxartsam doğru cavabımız eləyəcək elə 5,8. Təbii ki, könlü istəyən 5,8-i 2-yə vurar. Alar 11,6. Alınan cavabdan da təzən 5,8 çıxar. Yenə də alar 5,8. Doğru cavabımız olacaq Y variantı. Hesablama metodları müxtəlifdir. Kimə necə rahatdırsa elə də hesablaya bilər. 60-cı sual sizin testinizdəki sualın enisidir. Nə etmək lazımdır? Təbii ki, mərtəbə toplanlarını ayırırıq. Mərtəbə toplanlarını ayıranda alınacaq 10A + B bərabərdir 2A + 3B-yə. A-ları bir yerə, B-ləri bir yerə yığırıq. 10A-dan 2A-nı çıxıram, alınır 8A. 3B-dən də B-ni çıxıram, alınır 4B. 8A ilə 4B 4-ə ixtisar gedir. Qalır, üzr istəyirəm, 3B-dən B-ni çıxıram, qalır 2B. 8-dən 2 ixtisar gedir. Qalır 4A bərabərdir B. İndi qiymətlər verək. A-ya 1 versəm, B 4 eləyəcək. A-ya 2 versəm, B 8 eləyəcək. Artıq A-ya 3 verə bilmərəm. Çünki A-ya 3 versəm, B 12 eləyər. B-miz də 12 ola bilməz. Axı bir rəqəmli ədəd olmalıdır. Ümumiyyətlə, rəqəm olmalıdır. Ona görə cavabımız olacaq 14 ilə 28. Bu iki ədədi də toplayanda doğru cavabımız eləyir 42, yəni A variantı. Keçirəm növbəti suala. Bizə deyir ki, Akifin pulunun 50%-i Tunarın pulunun 1/3-nə, Uğurun pulunun 25%-nə bərabərdir. Mən şagirdlərimə bir şey öyrədirəm ki, ortada bərabərdir sözü olanda sürətləri eyniləşdir. Verilmiş bütün ədədləri ona görə kəsrə çevirirəm. 50%-i kəsrə çevirsəm alınacaq 2/1, 25%-i kəsrə çevirsəm alınacaq 4/1. Hal-hazırda gördüyünüz kimi bütün kəsirlərin sürəti 1-ə bərabərdir. İndi isə sürətləri bərabər olduğu üçün elə məxrəcləri verəcəm. Yəni Akifə verəcəm 2x, Tunara verəcəm 3x, Uğura da verəcəm 4x. Görürsünüz necə sadə misal imiş əslində. Uğura da verdim 4x. Bizə deyir ki, Uğurun pulu Akifin pulundan 64 manat çoxdur. Bir ədəd digər ədəddən nə qədər çox olduğu necə tapılır? Çıxaraq. Demək, Uğurun pulundan Akifin pulunu çıxanda cavab alınmalıdır 64. Yəni 2x bərabərdir 64, x bərabərdir 32-yə. Bizə deyir, bu oğlanların cəmi nə qədər pul var? Cəmini bilmək üçün toplayırsınız. 2x, 3x, 4x. Bu bizdə eləyəcək ümumi 9x. X-imiz də 32 olduğuna görə 9-u 32-yə vururuq. Və doğru cavabımız alınır 288. Yəni cavabımız olacaq C variantı. Keçirəm növbəti məsələyə. Bir sinifdəki şagirdlərin 5/3-ü oğlandır. Sinifdən 5 oğlan çıxdı, 2 qız gəldi. Sonra sinifin yarısı qız oldu. Əvvəlcə sinifdə neçə oğlan var idi? Yazaq, sinif. Təbii ki, şagirdlərin 5/3-ü oğlansa, demək sinif 5x-dir. Buradan qızların sayı olacaq bizdə
və oğlanların sayı olacaq bizdə. Yazaq. Bizə deyir ki, 5-də 3-ü oğlandır. Demək, oğlanların sayı 3x-dir. 5x-dan 3x oğlandırsa, demək, qızların sayı da olacaq 2x. Bizə deyir ki, sinifdən 5 oğlan çıxdı. Oldu belə. Və deyir ki, bizə 2 qız gəldi. Oldu belə. Sinifin yarısı qız oldu. Sinifinin yarısının qız olması, ya o demək ki 5x-in ümumiyyətlə işləməyək. Çünki əslində qalsa siz burada nə qədər artma azalma elədirsə, 5x-in üstündə də həmin artma azalmanı eləməlisiniz. Çünki qız oğlan gəlib gedəndə ümumi sinifin sayı dəyişir. Sinifin sayı 5x qalmır axı. Ya bununla işləməlisiniz, bu da çətin olur. Ya da ki dərhal söhbəti başa düşməlisiniz ki, aha, əgər sinifin yarısı qızdırsa, demək ki, yarısı da oğlandır. Yarısının qız, yarısının oğlan olmağa bəs nə deməkdir? Demək ki, qızlar və oğlanların sayı bir-birinə bərabərdir. Burada mahiyyət odur. Yəni, yarısı qız oldusa, demək, yarısı da oğlan oldu. Yəni, qızlar və oğlanların sayı bərabər oldu. Demək ki, onları bir-birinə bərabərləşdirəcəksiniz. 2x üstə gəl 2 ilə 3x çıx 5-i bərabərləşdirirəm. Buradan da tapıram ki, x-im 7 imiş. Bizə lazımdır əvvəlcə sinifdə neçə oğlan var idi. Əvvəlcə olanların sayını qırmızı ilə yazmışam 3x. X-imiz də 7 olduğuna görə 3-ü 7-yə vururam. Doğru cavabımız alınır 21. Yəni cavabımız olur D variantı. Keçək növbəti suala. 63-cü sualımız. Əbu Bəkir bölməsinə aid bir sualdır və sadədir. Bizə deyir ki, 3 telefondan birincisi hər yarım saatdan bir dəqiqəyə çevirək. 30 dəqiqə. İkincisi 15 dəqiqədən bir, üçüncüsü isə 10 dəqiqədən bir zəng çalır. Ən son saat 9:30-da hər 3 telefon eyni anda zəng çaldı. Növbəti dəfə saat neçədə hər 3 telefon eyni anda zəng çalacaq. Bunun üçün siz bilməlisiniz ki, telefonların hər üçünün eyni anda zəng çalması nə deməkdir? Demək ki, 30, 15, 10 fırlanacaq və hamısı eyni bir ədədin üstündə dayanacaq. Yəni, bunların əkobu lazımdır. Elə bir ədəd olmalıdır ki, həm 30-a bölünsün, həm 15-ə bölünsün, həm də 10-a bölünsün. Elə bu 30-un özüdür də. 30 həm 30-a bölünür, həm 15-ə bölünür, həm də 10-a bölünür. Demək ki, növbəti dəfə zəng 30 dəqiqədən sonra çalınacaq. Ümumiyyətlə, zənglər hər 30 dəqiqədən bir çalır eyni anda. 9:30-dan da 30 dəqiqə qabağa getsəm, 9:30-un üstünə 30 gələndə doğru cavabımız eləyir 10:00. Yəni, doğru cavabımız olacaq C variantı. Növbəti suala keçid eləyək. Hansı doğrudur? Əsas bizdə məsələ sahə və həcm vahidləri idi. Ona görə düşünürdüm ki, düşsə də ən əsas sahə vahidlərindən fərqlilik nədir? Arla hektarda. Həcm vahidlərində bəs əsas çətinlik nədir? Kub metrlə, kub desimetrlə, kub santimetrlə litr millilitrə əlaqələndirmək. Düşünmüşdüm ki, ya ondan düşər, ya da bundan. Həqiqətən də elə oldu. Gördüyünüz kimi, hektar və arın üstünlüyü təşkil etdiyi bir sualımız var. Və biz də bilirik ki, sahə vahidləri əslində qalsa çox rahatdır. Eləcə də həcm. Hər birisinin arası sahədə 100-dür. Hər birisinin arası 100 olduğuna görə böyükdən kiçiyə sıranı bildiyiniz müddətdə hamısını rahatlıqla yaza bilərsiniz. Kiçik vahiddən böyük vahidə keçəndə bölmək lazımdır. Böyük vahiddən kiçik vahidə keçəndə isə vurmaq lazımdır. Burada ardan hektara keçir, bölmək lazımdır, amma vurub. Ona görə A variantı səhvdir. B variantında kvadrat metrdən ara keçib, kiçikdən böyüyə keçib, bölmək lazımdır və 100-ə bölmək lazımdır. Bu isə 10-a bölüb, ona görə səhvdir. C variantında hektardan kvadrat metrə keçib. Hektardan sonra ar gəlir, ardan sonra kvadrat metr gəlir. Yəni 4 dənə 0 qabağa getmək lazımdır. 2, 2, 4 0 eləyir. 4 dənə qabağa gedəndə 3 dənəsi buradan gələcək, bura gəlib düşəcək və bir dənəsi də qaldı deyə sonuna 0 düşəcək. Həqiqətən də C variantı doğrudur. Növbəti, yenə də hektardan ara keçəndə 100-ə vurmaq lazımdır. 100-ə vuranda 65 eləyir. 6,5 eləmir. Kvadrat santimetrdən kvadrat desimetrə keçəndə isə yenə də 100-ə bölmək lazım idi. Bu isə 10-a bölüb. Ona görə Y variantı da səhvdir. Doğru cavabımız oldu. Həqiqətən də C variantı. Düzgün cavabı tapan kimi promo işarələmirik. Gedib o bir cavablara da baxırıq ki, bəlkə yanılarıq. Növbəti sualımıza baxaq. Bizə deyir ki, əkyob AB 84-də A + BC ən az neçədir? Sınaqdan bir neçə dərs öncə mən bunun ən çox olan versiyasını işlətmişdim şagirdlərə. Burada da ən az olan hissəsi düşüb. Ən çox desəydi, A və B-nin ikisinə də 84 verib belə hesablayacaqdıq. Ən az dediyi üçün biz çalışırıq ki, buradakı ədədi maksimal dərəcədə balaca ədədlər seçək. Balaca ədədlər seçməyimizin də ən gözəl yolu onsuz bu ədədlər 84-ün bölənləridir. Yəni 84-ün içindən seçməlisiniz. Və 84-ün içərisindən seçəndə də elə ədədlər seçməlisiniz ki, qarşılıqlı sadə ədəd olsun. Bu onun ən az
versiyasıdır. Və tapdığınız ədədi də dərhal seçməyin. Məsələn, şagird 21 ilə 4 tapıb düzgündür, bəli. Ən az olması da düzgündür. Cavabı Ramo 25 seçib. Halbuki variantda 25-dən kiçik ədəd var. Ən az deyir axı. Və sənin aldığın cavabdan daha balaca bir ədəd var. 19 var. Bəlkə elə bir ədəd var ki, həqiqətən də toplayanda 19 alınır. Bunu düşünmək lazımdır. Dərhal seçib 25-i dairəyə almırıq. Dərhal yəni aldığımız cavabı götürmürük. Bəlkə də əksərini 85 seçib, 84-dən biri yazıb. Yəni daha balaca versiyanı fikirləşmək lazımdır həmişə. Aldığın cavab variantların arasında ən kiçik deyilsə, biraz düşün, biraz şübhələn özündən. Onda mən də özümdən şübhələnirəm. Deyirəm ki, bəlkə 21 ilə 4-dən daha balacası var. Bəli, təbii ki də var. Bu ədədimiz 12 ilə 7-dir. 12-ni 7-yə vuranda 84 eləyir və 12 ilə 7 qarşılıqlı sadədir və həqiqətən də onların cəmi 19 eləyir. Yəni doğru cavabımız olacaq 19, 12 ilə 7 ədədləridir. Keçirəm növbəti suala. Hamısını çevirmək lazımdır. Burada yəqin ki, bilmirəm necə olubsa, şəkil atanda nətərsə olub, burada kub düşməyib. Burada kub var idi üstündə. Yəqin orada nəsə basmışam, ona görə elə olub. Demək ki, bizdə kub desimetrə keçəndə, 1 kub metrdən kub desimetrə keçəndə, elə metrdən sonra promoy desimetr gəldiyi üçün sadəcə sonuna 3 dənə 0 yazmağımız kifayət olacaq. Olacaq onda 1, arxasına 3 0. Çıx. Kub santimetrdən kub desimetrə keçəndə 3 dənə 0 silinir. Alınır 70. Üstə gəl. 12 ilə 12 kimi qalır. 1000-dən 70 çıxanda 930, üstünə də 12 gələndə 942. Doğru cavabımız A-dır. Bununla da 66-cı sualımız da bitdi. Deyəsən, bu səhifəni də bitirdik. Baxın, bəli, bu səhifədə bitdi. Keçək növbəti səhifəyə. 67-ci sualımız 4-cü sinif kitabında olan sualdır hətta. Bunun biraz çətin versiyaları düzbucaqlı üzərində ola bilir. Yəni düzbucaqlının enlərini ayrı bərabərləşdiririk, uzunluğunu ayrı bərabərləşdiririk, hesablayırıq. Burada kvadratdır. Kvadratın bilirik ki, bütün tərəfləri bir-birinə bərabərdir. Yəni 4x çıx 30 x-a bərabər olmalıdır. Buradan alınır ki, 3x-imiz 30-a bərabərdir, x-imiz 10-dur. Gətirib x-in yerinə 10 qoysaq, perimetrimizdə olacaq 10 vur 4, yəni 40. Doğru cavabımız C variantı. Növbəti sualımıza baxaq. Növbəti sualımızda həll eləmək üçün x çıxılsın 3,5-i birinci tapmalıyıq və x çıx 3,5-i tapmaq üçün hər bir tərəfi 20-yə bölürəm. 220-yə bölürəm 10, 40-ı 20-yə bölürəm 2. İndi buradan da x-i tapmaq üçün hər bir tərəfin üzərində 3,5 gəlirəm. Bura eləyəcək bizdə 13,5, bura isə eləyəcək bizdə 5,5. Bizə deyir ki, bu bərabərsizliyi ödəyən ən böyük natural həlli ilə ən kiçik natural həllindən nə qədər çoxdur? Ən böyük ödəyən ədəd 13-dür. 13,5-dən kiçik 13 var. 5,5-dən böyük də ilk ən belə deyək də kiçik ədədimiz gəlir 6. Yəni 5,5-dən böyük 6 gəlir. Buna görə 13-dən 6 çıxıram, doğru cavabımız edir 7 Y variantı. Keçək növbəti suala. Bizə deyir ki, 84 cm uzunluqda bir məftildən yalnız tillərinə istifadə etməklə itkisiz olaraq kumb konstruksiyası düzəldilmişdir. Məftildən bir kub düzəldibsə, demək ki, bunu tillərinə istifadə edibsə, kubun 12 tili var. Bunu 12 tilə istifadə edib. Yəni 84 cm 12 tilə istifadə olunub. Ona görə yazıram ki, 12A bərabərdir 84-ə. Buradan tapıram ki, A-mız 7-dir. Yəni kubun tili 7-dir. Bizə deyir ki, kubun tam səthinin sahəsi neçə kvadrat santimetrdir? Görürsünüz, santimetr verib kvadrat santimetrindən soruşur. Demək, vahidlərindən işləməyəcəm. Elə birbaşa düsturu yazıram 6A kvadratı. A-mız 7-dir. Demək, 6-nı vuracam 7-nin kvadratına. Yəni, 6-nı vuracam 49-a. Bu da bizə eləyəcək 294. Yəni, doğru cavabımız olacaq D variantı. Keçək növbəti suala. Bu sualımız da bizim kitabımızda var bu sual. Sonuncu sualdır. Yəni, bizim deyəndə Dəyanət kitabında var. Bizə deyir ki, bu ədədi 3-ə böldükdə alınan qismətdə 2 onluq şarı olmalıdır. A-nın ala biləcəyi rəqəmlərin cəmi tap. Əgər 3-ə bölünürsə bu ədəd, demək ki, rəqəmlərinin cəmi 3-ə bölünməlidir. 5-lə 2-ni toplayanda 7 eləyir. 3-ə bölünməsi üçün A-nın yerinə 2 yaza bilərəm. Növbəti ədədlərdə hər dəfə 3-ə bölünən ədədləri 3 artdığı üçün bu ədədləri də 3 artırıram. 2, 5, 3 artıranda 8. Demək ki, A-mız olar 2, A-mız olar 5 və A-mız olar 8. Bizə də deyir ki, həmin rəqəmlərin cəmini tap. Bu ədədləri toplayıram, cavabımız edir 15. Yəni 2 üstə gəl 5, üstə gəl 8. Doğru cavabımız edir 15. B variantı. Keçək növbəti sualımıza. Birinci bu tənliyi həll edək. 4x üstə gəl 3 bərabərdir. Vurub açaq. 3x üstə gəlinsin 6 çıx 1.
Buradan alıram ki 4x üstə gəl 3 bərabərdir 3x üstə gəl 5. Buradan da alınır x bərabərdir 2. İndi 2 ilə bağlı təkliflərə baxaq. Kökü sadədir, bəli, 2 sadədir. Tənliyin kökünün 3 böləni var, 2 sadədir və yalnız 2 böləni var. 1 və 2. Tənliyin kökü naturaldır, bəli. Tənliyin kökü ilə tərsinin cəmi. Tənliyin kökü 2-dir, tərsi 2 də 1-dir. Toplayanda alınır 2,5 və 3 ilə 4-ün arasında deyil, 2 ilə 3-ün arasındadır, yəni səhvdir. Tənliyin kökü tam kvadratdır. Xeyr, tənliyin kökü tam kvadrat deyil. 2 heç bir şeyin kvadratı deyil. Natural olaraq, yəni tam kvadrat deyirsə, natural olaraq baxırıq. Yəni doğru cavabımız olacaq 2 dənə doğru təklif var, B variantı. Keçək 72-ci sualımıza. Aralarındakı məsafə 281,3 olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya 2 qatar yola düşdü və 4,1 saatdan sonra görüşdülər. Birinci qatarın sürəti ikincindən 25 km/saat çoxdur. Demək, birinci qatarımızın sürəti olacaq, ikincindən çoxdursa. Onda birinci qatarımızın sürəti olacaq x üstə gəl 15, ikinci qatarımızın sürəti olacaq x. Və bunların cəmi nəyə bərabər olmalıdır? Bunların cəminin nəyə bərabər olduğunu bilmək üçün gedilən yolu bölməliyəm zamana ki, sürətlərin cəmini tapım. Çünki qarşı-qarşıya hərəkətdə sürətlərin cəmi tapılır. Yəni, 281,3-2-ni bölməliyəm 4,3-1-ə. Bölməyin müxtəlif yolu var. Şagirdlər ən rahat ikisini də düzgün olmayan kəsirə çevirib elə bölürlər. Mən də ona görə elə çevirəcəm. 281-i vururam 3-ə və üzərinə gəlirəm 2. Bu bizdə eləyəcək 845. Böl. Bu da eləyəcək bizdə 3-də 12-nin üstünə 1 gəlirəm 13. Böləndə tərsinə vururuq. Yəni 3-də 845 vurulsun 13-də 3. 3-lər gedir. 845-i də bölürəm 13-ə. 845-də 13-ə böləndə alınır 65. Demək ki, bu iki ədədin cəmi 65 olmalıdır. Toplayaq. 2x üstə gəl 15 65-ə bərabərdir. Demək ki, 2x 40-a bərabərdir. Üzr istəyirəm, 50-yə bərabərdir. Demək ki, x 25-ə bərabərdir. Bizdən ikinci qatarın sürətini istəyir, yəni x-i. Doğru cavabımız ona görə eləyəcək 25. Keçirəm növbəti suala. Növbəti sualımız da bizim vəsaitlərdə olan suallarımızdan biridir. Bizə deyir ki, qayığın sürəti çayın sürətindən 3 dəfə çoxdur. Onda yazaq V qayıq, V çay. Qayıq çaydan 3 dəfə çoxdur. Olacaq bura 3x, bura olacaq x. Deyir ki, qayıq çayın 2,5 saat axını ilə. Axın ilə olan sürəti tapanda katerin sürəti ilə çayın sürəti toplanar. Axına qarşı sürəti tapanda isə katerin sürətindən çayın sürəti çıxılar. Əgər 2,5 saat axın ilə gedibsə, demək 4x-i 2,5-ə vuracam. Əlavə olaraq da 3 saat axına qarşı gedibsə 2x-i 3-ə vuracam. Nəticə bizdə 192 km eləyəcək. 4-ü 2,5-ə vuranda bu bizdə eləyəcək 10x üstə gəl. Bu da eləyəcək bizdə 6x bərabərdir 192. 16x bərabərdir 192. X də bərabərdir 19-un içində 16 bir dəfə, 32-in içində 2 dəfə. X də bərabərdir 12. Bizə lazımdır çayın sürəti. Çayın sürəti ilə x-dir, yəni elə 12. Doğru cavabımız 73-də olacaq 12. Və keçirək. Son 2 sualımız qaldı. Bizə deyir ki, Nihadın pulunun 37,5%-nə kitab, 0,2 hissəsinə dəftər, 8-1 hissəsinə qələm aldı və 12 manat pulu qaldı. Əvvəlcə Nihadın neçə manat pulu var idi? Ya hamısını faizə çevirməlisiniz, ya da hamısını kəsirə çevirməlisiniz. Sonra toplayıb faizinə görə ya da hissəsinə görə belə ədəd tapacaq. Mən hamısını faizə çevirəcəm. 0,2 5-də 1 deməkdir. Faizə çevirəndə yəni 100-ə vururuq, 20% eləyəcək. 8-də 1-i faizə çevirəndə yenə də 100-ə vurmaq lazımdır. Siz əslində qalsa 8-də 1-i də əzbər şəkildə bilməlisiniz, 100-ü 8-ə bölməyə vaxt itirməməlisiniz. Bu da eləyəcək 12,5%. Bu faizlərin hamısını toplasam, yazıram 37,5, üstə gəl 12,5, üstə gəl 20%. Bu bizdə alınacaq 70%. Demək ki, ümumi sərf eləyib 70%. 12 manatı qaldı. Mən həmişə deyirəm, mənalar eyni olmalıdır. 70%-ni sərf elədisə, demək nə qədər qaldı? 30% qaldı. Bu da deyir ki, 12 manat qaldı. Demək ki, 30%-i 12 olan ədəd axtarmalıyam. 30%-i 12 olan ədəd axtaranda da 12-ni vururam 100-ə, bölürəm 30-a. Doğru cavabımız alınır 40. Demək ki, 74-cü sualın doğru cavabı olacaq 40. İstəyən pulu 100x götürüb belə də yaza bilər. O da doğrudur təbii ki. Və sonuncu sualımız. Bizə deyir ki, tam səthinin sahəsi 150 kvadrat santimetr olan, yan tillərin uzunluqları cəmi 36 olan və həcmi 27 olan
Kubla bağlı suallardır. Gəlin yazaq. Birinci. Tam səthinin sahəsi 150-dirsə, onda yazıram 6a-nın kvadratı bərabərdir 150-yə. Buradan a-nın kvadratını tapanda 150-ni bölürəm 6-ya. 150-ni 6-ya böləndə alınır bizdə 25. Demək ki, a-mız 5-ə bərabərdir. İkincisini tapaq. Yan tillərin uzunluqları cəmi. Yan tillər deyəndə 4a-dır bizdə. Bərabərdir 36-ya. Demək, a bərabərdir 9-a. Bunu da tapdıq. Üçüncüsü, həcmi 27-dirsə, yəni a-nın kubu bizdə 27-yə bərabərdir. Demək ki, a bizdə 3-ə bərabərdir. İndi bizə deyir ki, kubun bir üzünün sahəsi. Baxın, bu üçüncüyə aiddir. Kubun bir üzünün sahəsi 3-ün kvadratıdır. O da 9 edir. Demək, 3-ə olacaq a bəndi. Kubun həcmi 5-in kubudur 125. Demək ki, birinciyə aiddir b bəndi. Kubun bütün tillərin uzunluqları cəmi 108-dir. Demək, 12-yə vuranda 108 eləməlidir. 9-u 12-yə vuranda 108 eləyir. İkinciyə aiddir C bəndi. Bütün tillərin uzunluqları cəmi 12-yə vuranda 60 eləyir. 5-li olacaq bura D bəndi. Tam səthinin sahəsi. Tam səthinin sahəsi 54-dür. Bu birincidə elə tam səthin sahəsini verib 150. Buna baxmayaq. Tam səthin sahəsi 6-nı vurmalısan. Nəyə ki 54 eləsin? 6-nı 9-a vurmalısan 54 eləsin. Yəni 3-ə aiddir. 6 vur 3-ün kvadratı 54 eləyir. Demək ki, Y variantı da 3-cüyə aid olacaq. Bununla da bütün suallarımızın izahını bitirdik. Ümid edirəm ki, hər bir şey sizə aydın olmuşdur. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.